Bastion silah hücum tipli silahdır. Bu zirehli texnikadır. Qısa müddət ərzində dağlıq ərazidən piyadaları təhlükəsiz şəkildə lazım həddə çatdırmaq. Deməli, aldığınız raketlərlə Avropa missiyası baxıb kəşfiyyat keçirdir. Aldığınız raketlərlə vurursunuz, piyadalarınızı bastion gətirir həmin o məntəqələrə. Ermənistan açıq şəkildə deyə bilərəm ki, belə deyə, əks hücuma hazırlıqlıdır və bu paralellikdə aparılacaq. Eyni zamanda aktivləşmə dövründə sərhəd bölgəmizdə atəşkəsin pozulmasını görürük. Eyni zamanda Ermənistanın meydanlarında Bağratın və onun ətrafında olan Asala, daşnaq üstün hərbi geyimdə olan ünsürləri görürük və eyni zamanda iqtidar müxalifət, 3 prezidentin adını çəkdi Paşinyan, 3 prezidentin, hətta Levon Terpetesyan da qarşı durmasını görürük. Bu, onların havadarlarının verdiyi tapşırıqdır. İnsident olacaq, yenidən sülhün əldə edilməməsi prinsipi həyata qoyulacaq və yenidən hər hansı bir ATƏT-in Minsk qrupu fonunda yeni bir təşkilatın yaradılıb və bu sülhün dondurularaq gələcək 20-30 il bundan, biz 30 ildən sonra işğaldan azad etmədik. Bunlar da 20-30 ildən sonra yenidən Qarabağa və digər ərazilərimizə işğal faktorlarıyla hərəkət edirlər. Bu qaçılmazdır. Bu qaçılmazdır.